Hər kəsi bizi izləyən hər bir kəsə salam aleykum deyirəm. Salam aleykum. Bak senin kum salam aleyküm demeyinden bildim ki sen de zevel adamsın sen. buyur de görək nə deyirsən Deməli, qazanalım. dünya dağılır. Burada blogerlərlə İlham Əliyev müharibə aparır. Mehman Hüseynov Alona ilə müharibə aparır. İran İsrail ilə müharibə aparır. Pakistan Əfqanistan. Qardaş, dünya dağılır. Aya Paşinyan da arvadı boşadı onunla bu harbi. Alem Aya, dedin. indi gör. Paşinyanda olan bu qədər qeyrət. Bu qədər ha. Aya, Paşinyanda olan bu qədər qeyrət. Bu qədər. Bala Heydərdə olmadı. İlham Əliyevdə olmadı ki, bu Soska gəlini boşasın. Qeyrət yox. Məncə Paşinyan elə belə bunu boşamayıb ha. Mehman mən bir təşrif irəli sürmüşdüm o vaxtda ki İlhamın oğlu balaca Heydər Paşinyanın qızını alsın. Leylanı da versin Paşinyanın oğluna. Qudalar olaq, qudalar. Can deyək, can eşidək. Məncə Paşinyan Biz bizə təklif idi, qaqa. gözəl. Məncə Paşinyan bizdən məzələnir. Bu söhbətləri bilir ki, Azərbaycanda nələr söhbət, Alona söhbətini bilir. Deyir, qoy mən bir dənə boşuyum şeyi. İlham Əliyevə də itəliyim ki, bax mən boşadım. Mən boşadım. Ay qeyrətsiz. Bəs bala Heydər niyə boşamır? Bu siyasətdir. Kül olsun İlham Əliyevin təpəsinə. Mən şairi, mən o boyda jurnalist, o boyda şair olmuşam mən. Mən şair olmuşam. Oturub şeirlər yazıram. Mehman, Alona söhbətini bastıra biləcək Maya, bu nə də, bu sən nə aysan, nə 6 da zəif oldu ha biri. Ay sən bizim kinolarımıza şey salma, kölgə salma. Yaxşı. Bütün kinoların xüsusiyyəti və kayfı başqadır. 1, 2, 3, 4, 5. Amma məsələ nədir? Məsələ odur ki, bax mən yenə də sosial şəbəkələrə baxıram. Bax dünən bizim yayımımızı, səninlə olan yayımımızı TikTokda paylaşdılar. Allahım 1 milyon, yarım milyon izlənmə var. Yəni Alona məsələsi bu insanlar deyir ki, bizə İran-İsrail müharibəsi maraqlı deyil. Bizə maraqlı olan Bala Heydər evinə kimi gətirib. Mehriban Əliyeva evinə kimi gətirib. Yəni bu insanlar deyir ki, biz hələ öz ölkəmizi təmizləyək, sonra İranla, İsraillə söhbəti şey eləyərik. Yəni mən inanmıram ki, bu kölgədə qalacaq. Bizim hal-hazırda Azərbaycanın gündəmi var, Alona və Alona da hələ də qalacaq. Mən ona görə çalışıram ki, bu kinoların davamlılığı gəlsin, kinoların yeni seriyaları, yeni hissələri gəlsin ki, biz darıxmayaq. Bu insanlar artıq yavaş-yavaş oyanır və biz İranda olan prosesləri izləyirik. Ola bilsin ki, İranda nəsə dəyişiklik olsa, İlham Əliyev də qoyub qaçdı. Ola bilsin. Ona görə də izləmək lazımdır. Amma yenə deyirəm ki, İran-İsrail müharibəsi bu demək deyil ki, biz Əliyevlərin ailəsindən əl çəkəcəyik. Yox. Biz daha da dozanı çoxaldacağıq, daha da çox üstünə gedəcəyik. Öldü var, döndü yoxdur. Yəni irəli. Bu qədər. Sepahın generalları yaman təhdidcad eləyir İlhamı deyirlər. İlham şeyi qabağa verdi Alyonanı. Alyonanı qabağa verdi, tutukan götsün onlara, hoppansın onlara qucağına. Bedrosçak, ay sən. Amyonanı göndərsin. Amyoma. Am cürəcə şeylər də olur da. Almaniyada məsələn bağlacıdır, şəkilçidir, am Zontag. Şeydə türklərdə var. Türklərdə am şey deməkdir, am, ora deməkdir. Alyonanın şeyi deməkdir. Sonra məsələn gəlir am bizdə də var. Am cephe də var bizdə. Arazi Nurlayevin partiyası. Bizdə maşallah. Amla bağlı bizdə çox şeylər var. Sonra bir dənə də am söhbəti var idi. Dünəndə sırağa gündə mən onu vermişdim. Burada yazarlar yəqin. Bir dənə də am söhbəti var idi. Ambusman, am. Mehman bilirəm, episod divara dırmaşırsan, polisin hələ o nəzarət taxtında olan yerdəsən. Heç nə, sənin əlində heç nə yox. Sən silahın bir dənə Alyonanın kasetləridir, başqa silah yoxdur. Ona baxırsan, puşkanı qaldırırsan, zafraf gelirsən, endirirsən. Cap çup. Hər nəysə, açıq deyə görüm, Xamneyini dəstəkləyirsən, yoxsa dəstəkləmirsən, qarışmısan o söhbətə, nə qayırsan? İran qalib gəlsin, udulsun, dini rejim getsin, getməsin. Elə bir hər bir açıq belə görək. Mən düşünürəm ki, bu İranda olan dini rejim hələ xeyir gətirməyib. Heç İranlılara xeyir gətirməyib. Amma bir şey pisdir. Yəni bir şey pisdir ki,
İranda dəyişikliyi, İranda bu inqilabı indi bilmirəm də mən dəstəkləmirəm ki, başqa bir ölkə digər ölkənin ərazisinə burun soxsun. Belə şeyləri dəstəkləmirəm. Amma inqilabi proseslər, dini, yəni İranın dövlət siyasəti dindən çıxmalıdır və sivil demokratik ölkə qurulmalıdır. Yəni dini qanunlar işləməməlidir. Bu mən elə düşünürəm. Kimsə başqa cür düşünür. Amma yenə deyirəm ki, başqa ölkənin digər ölkəni raketlərlə, ay nə bilim, bombalarla, silahla belə şeyləri mən dəstəkləmirəm də. Yəni mən görürəm ki, İranda da balaca uşaqlar ölür, ay nə bilim, məktəbi partladırlar, universiteti partladırlar. Bunlar olmamalıdır. Eee, yəni din dövlət siyasəti ola bilməz də.